Bugün şəhid İbrahim Məmmədovun evində olduq. Onun həyat yoldaşı Aynur xanım, qızı Mətanət və oğlu Elvinlə söhbət etdik. Hər biri ilə olan bu görüş çox səmimi, çox mənalı və dərin sevgi ilə dolu idi. Bu ailənin gözlərində həm qürur, həm də bir şəhidin ailəsinə xas olan sakit bir məğrurluq vardı. Söhbət boyu İbrahim Məmmədovun necə qayğıkeş ata, mərd övlad və vətən sevdalısı olduğunun bir daha hiss etdik. Bugünkü görüş bizə yalnız qəhrəmanı deyil, həm də onun arxasında dayanan güclü bir ailəni tanıtdı. Onların hər sözündə, hər baxışında vətənə sevgi, şəhidinə sonsuz hörmət vardı. Bəzən qəhrəmanlıq təkcə döyüş meydanında olmur. Qəhrəmanlıq bir ailənin sevgisində, səssiz dua və xatirələrində gizlənir. Şəhid İbrahim Məmmədovun ailəsi göstərir ki, sevgi ölmür, sadəcə şəklini dəyişir. Qürurla yaşamaq, ata adını ucalarda tutmaq bu ailənin ən böyük qəhrəmanlığıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Hər güclü qəhrəmanın arxasında bir qadın dayanır, bir xanım dayanır. Siz də qəhrəmanımız İbrahim Məmmədovun arxasında olan o güclü qadınsınız, Aynur xanım. Bu ailənin həm ata rolunu, həm ana rolunu özü üstünüzə öhdələndiniz. İstərdik bugün qəhrəmanımızdan danışaq, onun bilmədiyimiz tərəflərini sizdən öyrənmək. Gəlin elə ilk əvvələ sizin tanışlığınıza doğru yol alaq. İbrahimlə bizim ilk tanışlığımız 2008-ci il martın 25-də olub. Elə ilk gündən demək olar ki, mən İbrahimin ilk anda belə onun fərqli bir insan olduğunu həqiqətən də anlamışdım, hiss eləmişdim. İbrahim, mən onu da qeyd edeyim ki, mən İbrahimin ilk onun gözlərinə aşiq olmuşdum. Bəzən mənə sual verirlər bu haqda. Mən həmişə onu deyəndə mənə deyirlər ki, Nətən da gözlərində nə görmüşdün ki, aşiq olmuşdun onun gözlərinə? Mən onun gözlərində insanlıq görmüşdüm, vicdan görmüşdüm, mərhəmət görmüşdüm, sevgi görmüşdüm, vətən eşqi görmüşdüm, vətən yanğısı görmüşdüm, mərdlik görmüşdüm. Buna görə də mən onun gözlərinə aşiq olmuşdum və mən elə ilk anda da sən demə elə bir qəhrəmanı hə demişdim. İbrahimə ilk hə deyəndə mən hə deməklə, yəni həyatımın ən düzgün, ən doğru qərarını vermişəm. İbrahimlə yəni bizim hər günümüz unudulmaz olubdu, amma ən unudulmaz günümüz yəni bizim İbrahimlə ilk tanış olduğumuz gündür. Mənim xatirimdə ən yadda qalan gün kimi bu gündür. Düşünürəm ki, İbrahim Məmmədovun da elə ən doğru seçimi siz olmusunuz ki, İnşallah. bugünkü gündə onun övladlarına layiqincə analıq və atalıq edirsiniz. Bir şey də qeyd edeyim. Mən həmişə deyirəm ki, əgər bir qadının, bir qızın atası, qardaşı varsa, həqiqətən o çox xoşbəxt bir qız olur. Amma bir qadının yoldaşı varsa, o çox güclü qadın olur. Çünki yoldaşı yanında olan qadın həmişə ayaqlarını yerə möhkəm basır. O həyatda heç nədən qorxmur. Düzdür, həmişə mən İbrahim olanda güclü olmuşam, möhkəm olmuşam. O özü də həmişə məni güclü görmək istəyərdi, heç istəməz ki, məni zəif görsün.
Lakin olur ki, indi nə qədər güclü görünsəm də, güclü görünsəm də, insan özü ilə olur ki, birbaşa tək qalanda o zəifliyi, o gücsüzlüyü özündə hiss edirsən. Ancaq mən onun ruhundan aldığım o güc sayəsində ayaq üstə durmağı bacarıram. Ailədə İbrahim Məmmədov necə bir insan idi uşaqlarla rəftarında? İbrahim Məmmədov çox qayğıkeş ata idi, mehriban ata idi. Yəni onun atalığını mən buradan, onun uşaqlara göstərdiyi atalığı nə qədər danışsam o qədər az olar. O uşaqların bir dediyini iki eləməzdi. İstəyərdi ki, o uşaqların hər istədiyini həyata keçirsin. Çünki hardasa özündə biraz çətin uşaqlıq olub, onun yaşadığı uşaqlıq. Ona görə o istəyirdi ki, evladlarına hər şeyi, yəni ürəklərindən keçən hər şeyi onlar üçün eləsin. Elə bir gün var ki, yəni o anı xatırlayanda sizin üzünüzdə təbəssüm yaranır və yaxud da siz heç o anı unutmursunuz. Bir əlamətdar gün olsun və yaxud da yəni onun xarakterini üzə çıxardan, bəzən qəhrəmanlardan danışanda onlar indi iş prinsiplərinə əsasən biraz zəhmli olurlar, çox belə gülməli hadisələr falan baş vermir. Amma olub ki, evdə məsəl üçün elə bir hadisə baş versin ki, o an sizin üçün belə gülüş yaratsın və yaxud da həyatda hər hansısa bir hadisə heç ağlınıza gəlmədiyi bir anda. Valla bizim İbrahimlə bağlı, yəni elə bir hadisə, düzü indi xatırlamıram. Amma yəni o işi ilə bağlı evdə olmurdu da. Təlimlərdə, tapşırıqlarda olurdu. Ona görə o hər dəfə evdə olanda elə bizim üçün unudulmaz bir an olurdu. Aynur xanım, sözünüzü balla kəsirəm. İbrahim Məmmədovun işinin ağırlığını sizin dilinizdən eşitmək istəyərdim bir ailə olaraq. İbrahim Məmmədov heç vaxt işini evə gətirməzdi. O işi işdə qoyub evə gəlirdi. Yəni evdə adi bir insan olurdu bizim kimi. O xoşlamırdı ki, işi haqqında evdə gəlsin, danışsın. Yəni onun işi nə qədər çətin də olsa, o çətinliyi heç vaxt bizə bildirməyib. Yəni biz onda o işinin çətinliyini hiss eləməmişik. O evə gəlirdi, ancaq bizlə vaxt keçirirdi, uşaqları ilə vaxt keçirirdi, uşaqları ilə oyun oynayırdı, uşaqlarla o sanki uşaqlaşırdı. Bəs döyüş müddəti ərzində, döyüşə yola salanda? Döyüşə yola salanda onlar axırıncı gün, düzünü desəm, heç o döyüşə getməyini də mənə deməmişdi, bildirməmişdi. Çünki mən qorxurdum, həyəcan keçirirdim, mənə bildirmirdi. Ayın 26-sı günü zəng vurdu, mən onda bildim ki, İbrahim döyüşə gedib. Dedi ki, halallıq istədi, uşaqları dedi, sənə tapşırıram. Göydə Allah, yerdə sənə tapşırıram. Yəni, heç vaxt gücsüz görünməyərsən, həmişə güclü olarsan, heç kimə əyilməyərsən. Yəni, o döyüş müddətində də oradan hər dəfə zəng vururdu, hər dəfə mən onun həmən o xəbəri eşidəcəyim günü hazırlayırdı. 12 il İbrahim, ümumiyyətcə 12 il İbrahim məni həmən günü, həmən şəhid xəbərini eşidəcəyim günə hazırlamışdı. Yəni, həmişə onun bir arzusu var idi, tək arzusu onun vətən torpaqlarını işğaldan azad eləmək idi. Bir də şəhid məqamına ucalmaq idi. O da bu arzusuna çatdı. Allah rəhmət eləsin. Aynur xanım, bayaq söhbət əsasında siz dediniz ki, onun bəs sifariş verilmişdi. Bəli, İbrahim çox güclü kəşfiyyatçı idi. Azərbaycan xüsusi təyinatlı qüvvələrində o xidmət eləmişdi 18 il. Və o güclü olduğuna görə onun başına pul kəsilmişdi. İbrahimin ləqəbi, yəni biz heç onu da bilməmişdik ki, onun ləqəbi var. Yəni sonradan bizə iş yoldaşları tərəfindən bildirildi ki, İbrahimə canavar ləqəbi qoyulmuşdu. İbrahim orada döyüşdə, yəni 100-dən çox erməni əsgəri məhv eləmişdi. İbrahimin çox şərəfli döyüş yolu var. Yəni bu döyüş yolu haqqında mən nə qədər danışsam, o qədər az olar. Bəs siz sonradan bildiniz ki, bu ölüm sifarişdir? Bəli. Mən onu sonradan bildim ki, İbrahimin ölümü sifarişli olub. Yəni başına düşmən tərəfindən pul kəsilmişdi. Haralara bayraq saçmışdı İbrahim? İbrahim Füzuliyə, Hadruta
bayraq sancan qəhrəmanlardan biridir. Ali Baş Komandanımıza 3 rəngli bayrağımızı məruzə eləmişdi. Aynur xanım, 2 dənə gül balanız var. Allah saxlasın. Mətanət çox sağ və olun. Elvin. Həm Mətanət, həm Elvin bizim şagirdlərimizdir. Biz lisey ailəsi olaraq onlarla fəxr edirik. Onlara diqqətimizi və qayğımızı əsirgəmirik. Çox sağ olun. Bunu da yəni onların statuslarına görə yox, özlərinin qazandıqları, yəni o hörmətə görə edirik. Allah onları saxlasın, hər zaman baxıb fərəh duyasınlar. Çox sağ olun. Aynur xanım, Mətanət yoxsa Elvin daha çox İbrahim Məmmədovu yansıdır sizə? Uşaqların hər ikisi də atasına o bənzərliyi çoxdur. Yəni özünüz də görürsüz bunu. Bəli. İkisi də atasına çox bənzəyirlər. Ancaq mən Mətin gülüşlərində Mətin gülüşlərində ən çox atasını görürəm. Çünki eynən atası kimi gülür. Elvinin bənzərliyi, yəni atasıdır. Hər dəfə onun mimikaları, baxışı, danışığı atasının kopyasıdır. Onun atası kimi duruşu, mərd duruşu, yəni cəsur duruşu eynən atasına oxşuyur. Yəni uşaqlarda, oğlumda duruşu, baxışı, qızımda da, Mətişdə də atasının gülüşləri yəni yansıyır. Siz İbrahim Məmmədovu layiqincə təmsil edən bir həyat yoldaşısınız. Bir şəhər sakini olaraq, bu millətin bir vətəndaşı olaraq bunu sizə deyirəm. Tək mən demirəm, bütün sizi tanıyan Təşəkkür edirəm. insanlar yəni bunu deyirlər. Bəs sizin qəlbinizdə o rahatlıq varmı ki, bu gün İbrahim Məmmədovun ruhu sizə baxanda rahatdır? Yəni onun ürəyinizdə olan arzuları reallaşdıra bilirsiniz onun haqqında? İbrahimin həyatda çox arzuları var idi. Və o arzularından da biri onun övladlarının ali təhsil alması idi. Vətənə, millətə layiqli evlad olaraq yetişməsi idi. Və mən də bu gün həqiqətən əlimdən gələni edirəm ki, onun ruhu şad olsun ki, onun evladlarını təhsilində mi deyim, yaxşı bir yerdə bir yetişdirim ki, onlar layiqli övlad kimi yetişdirirəm. İnşallah ki, axıra qədər də belə davam eləyərlər. Uşaqlar məni həqiqətən heç incitmirlər. Və onlar onu dərk eləyirlər ki, onların ataların ruhu qarşısında borclarıdır. Çünki onlar İbrahim kimi qəhrəman atanın evladlarıdır və onun adını layiqincə daşımaq bu uşaqların borcudur. İnşallah ki, arzularını da, ataları ilə bağlı olan arzularını da biz əl-ələ verib bu arzuları həyata keçirməyə çalışasıyıq. İnşallah. Aynur xanım, mən sizə təşəkkür edirəm. Mən sizə can sağlığı arzu edirəm. Bu missiyanı üzərinizdə çox ağırlığı ilə daşıdığınız üçün, bu ada layiq olduğunuz üçün, bu 2 gül övladınızı layiqli yetişdirdiyiniz üçün sizə öz təşəkkürümü bildirmək istəyirəm. Allah sizə uzun ömür versin, can sağlığı versin. Həmişə evladlarınıza baxıb fərəh duyasınız inşallah. Ürəyinizdə demək istədiyiniz hər hansısa bir sözünüz var? Məsələn, gənclərə. Ürək sözlərim odur ki, bütün şəhidlərimizə, bizə bu qələbə sevincini yaşadan, bütün şəhidlərimizə Allah rəhmət eləsin, məqamları uca olsun. Çünki bu gün biz bütöv tam Azərbaycanlıqsa bunu şəhidlərimizə, qazilərimizə borcluyuq. Bizə düşən borc da şəhidlərimizin xatirəsini daim uca tutmaqdır. Onların əmanətlərinə sahib çıxmaqdır. Gənclərə də onu demək istəyərdim ki, şəhidlərimizin xatirəsini daim uca tutsunlar, onları unudulmağa qoymasınlar, onları daim yaşatsınlar. Çünki şəhidlər unudulanda ölürlər. Mətanət, hər qız üçün atası onun ilk qəhrəmanıdır. Atanla bağlı elə bir hadisə var ki, onu yadından çıxarda bilmirsən və yaxud da ola bilər ki, atanın sənə hər hansısa bir hədiyyəsi olsun və yaxud da onunla keçirdiyin hər hansısa bir gün olsun ki, o sənin xatirində həmişə canlanır. Çətin günlərimdə və ya xoşbəxt günlərimdə hər dəfə dua edəndə hiss edirəm ki, atam yanımdadır, o mənim həmişə qəlbimdə yaşayır. Mən hiss edirəm ki, həmişə o mənim yanımda olur. Hiss edirsən. Bəs Mətanət, atan indi səni görsəydi, o səninlə
qürur duyardı. Yəni sən bu missiyanı öz ürəyincə, yəni layiqincə yerinə yetirə bilirsən, olsun dərslərində, olsun ananla münasibətdə, olsun qardaşınla münasibətdə, yəni atanın istədiyi kimi bir qız var hal-hazırda. Bəli, mən bunun əminəm ki, o mənlə qürur duyur. Çünki o görsək ki, onun qızı güclü və mərd bir vətən övladıdır. O əminəm ki, qürur duyardı. Mən çalışıram ki, onun adını uca tutum. Mətanət, sən dərslərində də çox çalışırsan, çox Bəli. çalışqansan, məktəbdə müəllimlər də sənin haqqında çox yaxşı fikirdədirlər. Yəni sən bir şagird olaraq bizim liseyin adını həmişə yaxşı daşıyırsan. Yəni biz buna görə sənə minnətdarıq ki, bizim gözləntilərimizi doğrultmağa çalışırsan, səy göstərirsən. Sənə uğurlar arzu edirik. Mətanət, ürəyində olan hər hansısa bir söz varsa, xahiş edirəm bölüş tamaşaçılarla. Mən qürur duyuram ki, belə bir atanın qəhrəmanı qızıyam. Biz də səndən qürur duyuruq. Allah sənə gözəl ömür, gözəl bəxt talih yazsın inşallah. Elvin, atanı bir sözlə necə təsvir edərdin? Qayğıkeş. Bəs onunla keçirdiyin ən yadda qalan an hansı idi? Uşaqlıqdan bu günə qədər, yəni yadda qalan hadisə. Deyək, həmişə adət üzrə olan bir şeydən danışım. Biz hərbi hissədə qalanda 3-4 il orada qalmışıq. Adət-ənənə üzrə mənə deyirdi ki, anan əlindən yemək pişirsin, sən oradan mərc gətir. Biz binada qalırdıq, o da işdəydi, hərbi Qaradokda. Oradan da həmişə velosiped vardı, velosipedə minirdim, gizli-gizli gelirdim, yemək verirdim, yeməyi yeyirdi. Mən də tez gedib silah anbarına baxırdım, orada silahlar vardı müxtəlif cür, amma axtardığım yox idi. Birdən gördüm, gəlir o tərəfdən, nağarsan sən burada? Dedim, silahlara baxıram, qapı qıfıllıdır da, yəni də xoşuna gəl, olmaz icazə yox da. Dedim, silahlara baxıram, belə reşotqadan baxırdım. Açsın nəsə qapını, uzaqdan da olsa göstərdi, oranın bir ayrı bir qoxusu var idi, silahların qoxusu falan. Elə orada hamısını tanış elədi. Elə adət üzrə hər dəfə geyəndə bir şey tanış eləyib, bir dəfə silahları, bir dəfə orada tanklar var idi, avtomatlar, uazlar, müxtəlif cür şeylər. Elə bir də o adətən hələ ki yadımda o var. Atanın sənə dediyi hər hansısa bir söz ki, o sənə həyatda hər daim elə bir söz var ki, həyatda hər daim sənə ya yol göstərirmi deyim, ya hər daim sənin ağlındadır deyim. Məsələn, anana qulaq as, ananı incitmə kimi belə sözlər. Yox, qulaq asırdım, həm də incitmirdim deyə elə sözlər demirdi. Bir dənə dedim, mən kişi balam məsələn. Sən həqiqətən də İbrahim Məmmədovun kişi balasısın. Döyüşlərdə hər dəfə harasa geyəndə bizim Elvinə deyirdi ki, bax, bacım da ananda sən əmanətdir, mən gəlinə qədər. Mən gedəndən sonra bu evin kişisi sənsən. Elvin, ananın müsahibəsində anan dedi ki, bəs atan həmişə ananı, bacını sənə əmanət eləyərdi. Sən o əmanətə layiqincə sahib çıxa bilirsən? Bəli. Yəni gücün çatır buna? Bəli, çatır. Bu yolda sənə uğurlar arzu edirəm. Ona görə ki, bu çox ağır bir missiyadır. Bir qəhrəman əgər öz missiyasını sənin çiyinlərinə qoyubsa, deməli ki, sən o yükün ağırlığını dərk edən bir gəncsən artıq. Allah sənə bu yolda kömək dayaq olsun inşallah. Atan haqqında düşünəndə qəlbində hansı duyğu yaranır? Hansı duyğu, duyğular deyə həm kədər, həm qürur hissi. Amma qürur kədərin üstünü örtür. Elə də olmasa da bir-biri ilə dalaşırlar da, ürəyimdə elə hiss edirəm. Onu üstələmək istəyir, onu üstələmək istəyir. Amma düşünürəm ki, qürur daha ağır gəlir. Yəni kədər o mənada ki, yanımızda yoxdur, qürur da o mənada ki, kimsə şərəfli bir ölümdür. Bəsnə. Bəli. Allah səni həmişə qürurla eləsin inşallah. Hər daim ananla, bacınla başın dik olsun, qürur duyasan. Bəs nətər gedir dərslər? Dərslər yaxşıdır, problem yox. Problem yoxdur, hazırlaşırsan inşallah. Doğru addımlamağa, öz niyyətini doğru addımlamağa. Biz də lisey olaraq ilk səni tanımışıq Mətanətdən əvvəl.
və bu tanışlıqdan çox böyük məmnuniyyət duymuşuq. Sən hər daim bizim sən hər daim bizim gözləntilərimizi doğruldan bir şagirdsən. Həm tərbiyənlə, həm səmimiyyətinlə, həm təhsilindən. İnşallah məktəbi bitirəndən sonra sənin nailiyyətlərinlə sevinən bir lisey ailəsi olar. Uğurlar arzu edirəm sənə. Gözlərindəki o qüruru hər daim qoruyub saxla. Sənə baxanda maman dedi ki, Mətanətin gülüşlərində atanı görür. Sənin də baxışında, duruşunda, mən də elə sənə baxanda həqiqətən atanı görürəm. İndi mən onunla şəxsi tanışlığım olmasa da, amma yəni şəkillərdən, onun haqqında eşitdiyim yaxşı sözlərdən, onun ömür yolunu tanıyan insanlardan eşitmişəm. Sənlə qürur duyuram. Həmişə elə canavar oğlu kimi bax həyata. Allah səni qorusun inşallah. İbrahim bəyin qızı Mətanət Məmmədova ilə söhbət əsnasında biz şahid olduq ki, onun baxışında atasına olan sevgi və qürur eyni anda görünür. Hər qız üçün onun ilk qəhrəmanı elə onun atasıdır. Hansı ki, İbrahim Məmmədov bütün Azərbaycanın qəhrəmanıdır. İbrahim bəy ailəsinə sevgi, güc və iz qoyub getdi. Amma onun bu evdə ən çox parlayan izi övladlarının gözləridir.